Ağdam Muğam Mərkəzinin açılışı həm də azyaşlı xanəndələrin parlaq çıxışı ilə yadda qaldı. Balaca xanəndə Əhədin digər uşaqlarla birlikdə Qarabağ şikəstəsini ifa etməsi Prezident İlham Əliyevi kövrəltdi. Dövlət başçısı bu əsəri ayaqüstə alqışladı. Konsertdən sonra Bakıya qayıdan 9 yaşlı Əhəd Ağayev təəssüratlarını Baku Postazla bölüşüb. Cənab Prezidentin ifamı bəyənməsi məni çox sevindirdi. Dahi sənətkarlarla birlikdə eyni səhnəni bölüşmək məni çox qürurlandırdı deyə o bildirib. Həmin görüntüləri təqdim edirik. Mən Ağayev Əhəd Mehdiyoğlu. Mənim 9 yaşım var. Mən Ağdam rayon Kənd Uşaq Musiqi Məktəbinin tələbəsiyəm. Ağdam rayonunda Aslan Muğam Mərkəzinin zamanı Cənab Prezidentimiz İlham Əliyev orada iştirak etmişdi. Bu zaman mən dahi sənətkarlarla birlikdə böyük səhnəni bölüşmək məni çox qürurlandırdı. Dostlarımla birlikdə mənim ifamı bəyəndiyi üçün mən çox sevindim. Buradan bütün müəllimlərimə təşəkkür edirəm. Humay Məmmədovaya, qrupunda iştirak etdiyim və qrup rəhbəri Habil Məmmədova, məni bu tədbirə hazırlaşdıran və müsabiqəyə hazırlaşdıran Təhər Bayramova dərin təşəkkürlərimi bildirirəm.